Azərbaycanda uşaq sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması reallaşa bilər. Bu barədə millət vəkili Vüqar Bayramov danışıb. Onun fikrincə, 3 uşaq böyüdən analara erkən pensiyaya çıxmaq imkanı tanınmalıdır. Deputat qeyd edib ki, bu təcrübə bir sıra xarici ölkələrdə də mövcuddur və Azərbaycanda da tətbiq olunarsa çoxuşaqlı anaların sosial rifahının güclənməsinə töhfə verə bilər. O, bu addımın həm sosial ədalətin təmin olunması, həm də ailə institutunun dəstəklənməsi baxımından vacib olduğunu vurğulayıb. Hazırda ölkədə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür. Növbəti ildən qadınların da pensiya yaşı 65-ə çatacaq. Bu kontekstdə millət vəkili pensiya sistemində analara yönəlik güzəştlərin nəzərdən keçirilməsinin vaxtının çatdığını bildirib.